Salam əziz şagirdlər, hər biriniz xoş gördük. Gəlin baxaq bu gün deməli buraxılışa düşən suallara qısa izahatımı verəcəm. Deməli, birinci sual 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, 42-dən çıxırıq 30-u bölürük əvvəlki hektara 30-a vururuq. Faizlə dediyinə görə 100-ə. Bu da bərabərdir 12 bölünsün 30 vurulsun 100-ə. İxtisarlar aparsaq 4 dəfə bu da bərabərdir 40%. Birinci sualın cavabı B variantıdır. Keçirik ikinci suala. İkinci sual tənasüb qaydasına görə çarpaz vuraq. Deməli, -3x bərabərdir 48-ə. X də bərabərdir 48-i bölürük -3-ə. Bu da bərabərdir -16. Burada D variantı olacaqdır. Davam eləyək. Deməli, y bərabərdir 2x tənliklər sistemini həll edin. Burada əvəz etmə üsulundan istifadə edirik. Y-in yerinə 2x nəzərə alsaq, 5x üstəgəl 2x bərabərdir 21-ə, 7x bərabərdir 21-ə, x bərabərdir 3 olacaqdır. Y-imiz 2x olduğuna görə y olur 6. Deməli, nöqtə olaraq 3, 6 nöqtəsi olacaq. Deməli, variant bu olacaqdır. Gəlin keçək 60-cı sual. K-nın hansı ən böyük qiymətində cəmi düzgün kəsirdir? Düzgün kəsir olduğuna görə, deməli, biz belə yazarıq da. Deməli, 90-da, deməli, 4K çıxılsın 4. Bunun yazılış qaydası bu cürdür. Dövrü kəsrin adi kəsrə çevrilməsi üstəgəl. Deməli, 90-da deməli, K4 2 rəqəmli ədədi çıxılsın. Bax. Gəl bunu sadələşdirsək. 90-da deməli 4K çıxılsın 4 üstə gəlsin K4 2 rəqəmli ədədin açılışını yazsaq 10K üstə gəlsin 4 çıxılsın K. Onda bu da bərabər olacaq 90-da 13K 4-lər də islah olundu. 90-da 13K. K-nın hansı ən böyük qiymətində düzgün kəsirdir? K 7 olsa, yuxarı olacaq deməli 91. Bu düzgün olmayacaq. K bərabərdir 6 olanda ödəyəcək. C variantı. Gəldi 61. Düz xəttdən 4 sm məsafədə düz xətt çəkdik. Və bundan bir də A nöqtəsi götürdük. A düz xətdir. Və bundan 4 sm məsafədə deməli 2 mail çəkdik. Biri 5-dir. O biri mail də 5-dir. Və bu maillərin proyeksiyaları Pifaqor teoreminə görə 5, 4-dürsə, bura 3 olacaq, burada 3 olacaq. Onda ümumi cəm oldu 6. Cavab burada A variantı. 62-ci suala. Əbob verib, A vur B-ni verib. Demək, 75-i bölürük əboba, 5-ə bölürük. Olur 15. 15. Deməli, əkobu oldu 15, əbobu oldu 5. Əkobla əbobu 15, 5 olan ədədlər hansı ədədlərdir? Deməli, hansı 15 və 5-dir də. Əkobu 15-dir, əbobu da 5-dir. Onda burada deməli cəmi 20-dir. Gəlin 63-cü suala baxaq. Deməli, bunları vursaq, olacaq 2x-in kvadratı çıx 1-in kvadratı minus 4x-i içəri vursaq 4x kvadratı plus 12x bərabərdir 35.
Bu da eləyəcək 4x kvadratı minus 1 minus 4x kvadratı plus 12x bərabərdir 35. 4x kvadratlar getdi. 12x bərabərdir. 1'i keçirdik sağa 36. X də bərabərdir 3 olacaq. B variantı. 64. Gəlin vuranda qüvvət üstləri toplanılır. 3 üstü mənfi 2 A ilə 6 A-nı toplasaq 4 A olacaq. Və A 4'də 1 olduğuna görə 3 üstü 4 vur 4'də 1. Bu da bərabərdir 3 üstü 1. Yəqin ki E variantıdır. Dairənin radiusu 5 dəfə artsa sahəsi neçə dəfə artar? Dairənin sahəsi pi vurulsun r kvadratı. Onda s bərabərdir pi vurulsun 5r. Yəni 5 dəfə artanda 5r kvadratı. Bu da bərabərdir 25 pi r kvadratı. Yəni nə oldu? 25 dəfə artdı. Gəldi 66-cı suala baxaq. Deməli 66-cı sualda AC 7'dir. Bir dənə bura baxaq. Deməli AC 7'dir. CB 14'dür. Ümumi 21 olur da. A bəndi. 67'yə baxaq. 67 25'dən 5 çıxır. Yəni 2 vur 5 çıxılsın 4. Üstəgəl 2 vur 3. Bu da bərabərdir 10 çıxılsın 4 üstəgəl 6. 12 eləyəcək. Burada yəqin C variantı. Əbob 30 ilə 36 E variantı. Yəni vuruqları ayırıb tapa bilərsiniz. 68 bu cür. 69'a keçək. Funksiyanın qrafiki üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Deməli, ordinatı 3-dürsə 5x çox 17-ni bərabər eləyirik 3-ə. 5x bərabərdir 20, x bərabərdir 4 olur. Apsisi 4'dür. Cavab yəqin E-dir. Deməli, kubun neçə tili var? Kub çəkə də bilərsiniz. Bax, burada biz bunu deməli, kubun neçə tili var? Bax, bir dənə kub təsvir edeyim. Sizə til deyəndə kubun xəttlərini soruşur. Yəni neçə xətti var? Xəttlər də görünür 12 dənə. 71'ə baxaq. 71'də deməli gəlin bunları ardıcıl yazaq. Həsən, Əli, Vüqar. Deməli Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Deməli gəl belə deyək, gəl Vüqara deməli tənliyimiz tam ədəd alınsın deyə Vüqara 2x deyirəm. Həsən bundan 7 misli, yəni Həsən oldu 14x. Əlidən 2 dəfə çox olduğuna görə onda Əli oldu 7x. Onda ümumi toplayacağıq. 23x-də Əli neçədir? 7x. X-lər getdi 23'də 7. D variantı. 72'yə baxırıq. 72'də gəl 4'ü 2 üstü 2 yazırıq. 12'ni yazıram. Deməli 2 üstü 2n vur 3 üstü n. Deməli məxrəci yazıram. 3 üstü n vur 3 üstü mənfi 1. 2 üstü 2n vurulsun 2. 2 üstü 2n'lər getdi. 3 üstü n getdi. Deməli
2'lər də getdi. Sürətdə bir dənə 2 qaldı. Məxrəcdə 3 üstü -1 qaldı. Yəni 3 qalxacaq sürətə 3 vur 2. Bu da bərabərdir 6 olacaq. 73-ə baxırıq. A və B çox elementləri sayında haqqında məlumat verilib. A-nın B-dən fərqi 4. 4 vurulsun. Yəni A-nın B-dən fərqi 2x plus 8-dir. Bərabərdir birləşməyə. Birləşmədə ümumidir. Ümumi toplasaq neçə x olacaq? 9x üstə gəlsin 14. Onda 8x plus 32 bərabərdir 9x üstə gəl 14. X bərabərdir 18 olacaq. B-nin A-dan fərqi, B-nin A-dan fərqi, yəni bərabər 4x plus 5. Yəni 4 vur 18 plus 5. Da bərabərdir 72 plus 5. 77. 73'də oldu 77. 74'ə keçirik. B D-yə bərabərdir. Bucaq B. Yəqin ki, sual belədir. B D-yə bərabərdir. Gəl bura alfa yazaq. Burada alfa yazaq. AB bərabərdir OC. AB bərabərdir. Bura A yazaq. AB 6'dır. OC də 6'dır. AO 5 olarsa AO 5 olarsa CD-ni tapın. CD-də X-dir. Burada B-dədir. Burada B-dədir. Onda gəl oxşarlığı tətbiq eləyək. 6'nın deməli X-ə nisbəti bərabərdir. Deməli 6'nın X-ə nisbəti 5'in deməli 5'in 6'ya nisbəti. Bu cür bu üçbucaqların oxşarlığıdır. Onda 5x bərabərdir. Deməli 36 x də bərabərdir. Deməli 7,2. 75'ə baxırıq. ABCD düzbucaqlısında AM 12'dir. AB 6'dır. AB 6'dır. AM 12'dir. ADM-in dərəcə ölçüsünü tapın. Deməli, burada necə tapırıq? ADM-in dərəcə ölçüsü. Yəni, buranı soruşur. Alfanı soruşur. Onda gəl biz necə yaza bilərik? Deməli, bu düzbucaqlı üçbucağa görə deməli, bura 30 dərəcə yaza bilərəm. Çünki hipotenuz 12'dir. Katet 6'dır. Bura 60 dərəcə yaza bilərəm. Onda bura qonşusu 30 dərəcədir. Onda alfada bu kiçik düzbucaqlı üçbucağa görə alfada olacaq 60 dərəcə. Yetmiş altıya baxıram. Rahim birinci gün kitabın 40%'ni yəni X-də kitab 0,4x'i birinci gün üstə gəl ikinci gün 5%'ni 0,5x ikinci gün. Üçüncü gün 110 səhifə oxudu. Bərabər oldu tam kitaba. Onda oldu 0,45. Yəni 110 bərabərdir. X çıxısı 0,45 x. Onda 110 bərabərdir 0,55 x-ə. Onda x də bərabərdir 110'u
0,55'ə böləndə 200. Deməli kitabda neçə səhifə var? 200 səhifə. Deməli, bərabərsizliyin ən kiçik tam həllini tapın. X vurulsun. Bu mənfi ədəd verir. Çünki kök altda 10 3-dən böyükdür. Yəni x vurulsun. Deməli, mənfi ədəd olduğuna görə mən bununla bunu ixtisar eləyirəm, amma işarəni dəyişəcəm. X böyükdür 5,5-dən. Ən kiçik tam həlli də 6-dır. Yəni burada bir dənə diqqət eləyəcəyimiz şey işarədir. 77 keçirik 78-ə. 78. Düz xətt yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu 2 ağac arasının məsafə bərabərdir. Yəni x deyək, məsafələr x olsun hamısında. Deməli, A ağacından A və B ağaclar arasında ağaclardan biri C-dir. A və C ağacları arasında məsafə C və B ağacları arasında məsafəyə nisbəti 3-ün 4-ə nisbətidir. Yəni belə deyə, burada C yerləşir. Deməli, A-dan C-yə 3x-dir. C-dən B-yə 4x-dir. Toplayırıq. Deməli, 7x olacaq. Ümumi 7x bərabərdir. Deməli, 7 3-ün 4-ə nisbətidir. 85 ağac əkilibdir. Onda 84 dənə məsafə var. Bərabər eləyirik 84-ə. X olur 12. Çünki 85 ağacdırsa arada məsafələr 84 vahid olur. Onda deməli x oldu 12. Onda 3-ü 12-yə vururuq 36. 4-ü 12-yə vururuq 48. C ağacı A-dan başlayaraq neçənci ağacdır? 36 məsafə varsa, 36, 37 məsafə. 37-ci ağac sayılır. C ağacı 37-ci ağac sayılacaq. İki bucağın tənböləni trapesiyanı 2 üçbucağa ayırır. Gəl bu həlli burada yazaq. Deməli, trapesiya çəkirik. 2 dənə oxşar üçbucağı ayırırsa, mütləq bu diaqonaldan söhbət gedir də. Bu tənbələn diaqonaldır həmçinin. Bu alfa, alfa. Burada alfa deyək. Onda oturacaqlar 7, 28. Bura alfadırsa, bura beta deyək. Onda burada alfa olacaq, burada beta olacaq. Nəyə görə? Oxşardır deyir. Burada bir dənə x deyək. Onda uyğun tərəfləri nisbəti 7-nin bu alfa beta tərəfi x-ə nisbəti bərabərdir. Bunun x-in 28-ə nisbəti. Onda x bərabərdir 14. X 14 oldu. Trapesiyanın perimetri soruşduğuna görə bura 7 olur. Burada x olur da. Çünki bərabər yanlıdır. Burada 14 oldu. Onda perimetri olacaq 28 üstə gəl 28 bərabərdir 56. 80-ci suala baxaq. Deməli,
S2 ümumi sahədir, S1 kiçik sahədir. Buradan bölünmüş sahədir və MN-ni x ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. Gəl bunları çıxsaq, tərəf-tərəfə S2 çıx S1 yazsaq bərabər olacaqdır. Deməli, x kvadratı minus 4x plus 4. Yəni x minus 2'nin kvadratı olacaqdır. Yəni bura oldu x minus 2'nin kvadratı. Onda bura x minus 2'dirsə n verilibdir burada. Onda burada olacaq x minus 2. Və m'imiz oldu x minus 2. Həlli olması üçün x ən azı 3 olmalıdır da. Burada ən azı 3 olmalıdır ki, tənliyin həlli olsun. Gəldik 81-ci suala. 81-ci sualda deməli x kvadratı plus y kvadrat plus x minus 5y bərabərdir 29,5. Gəl bunları tam kvadrata ayıraq. X kvadratı plus 0,5'in kvadratı 0,5 vur 2 vur x üstəgəl 0,5'in kvadratı. Birinci tənliyi bu şəkildə yazırıq tam kvadrata ayırmaq üçün. Yəni plus yazmışıq da çıx yazırıq 0,5'in kvadratı. İkinci tənlik y kvadrat minus 2 vur 2,5 vur y üstəgəl 2,5'in kvadratı. Bu da ikinci tənlik çıxılsın 2,5'in kvadratı. Bunları tam kvadrata bu cür ayırırıq. Onda oldu x plus 0,5'in kvadratı üstə gəlsin y minus 2,5'in kvadratı minus bunları toplasaq 6 tam %25 ilə 0 tam %25 6,5 bərabərdir 29,5'e. Onda oldu x plus 0,5'in kvadratı plus y minus 2,5'in kvadratı bərabərdir 36'ya. Onda r oldu 6. Deyir, daxilinə çəkilmiş çevrənin kvadratın, çevrənin daxilinə çəkilmiş kvadratın sahəsi. Biz çevrənin radiusunu tapmışıq. Onda məsələ bununla bitmir. Gəl bunu sadələşdirsək. Onda çevrə çəkirik. Çevrənin daxilinə kvadrat çəksək. Deməli, kvadratın diaqonalı. Deməli, çevrənin diametri 24 olduğuna görə deməli, bura 6 oldu, burada 6 oldu. Kvadratın diaqonalı oldu 12. Onda kvadratın sahəsi S bərabərdir. Deməli, D kvadrat bölü 2. Yəni 144'ü 2'ye bölürük. Bu da bərabərdir 72 olacaq. Bu qədər. İnşallah görüşərik.